Sözümə Quran-ı Kərimin Əl-Bəqərə surəsinin 185-ci ayəsi ilə başlamaq istəyərdim. Bismillahirrahmanirrahim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Hudən linnasi və bəyyinatin minəl huda vəl-furqan. Allah Teala sonuncu səmavi kitab olan Quran-ı Kərimimizdə biz insanları öyüd nəsihət etməsi üçün yetəri qədər sözlər, kəlamlar söyləmiş. Amma əfsuslar, bilmirəm nədən, müəyyən səbəblərdən, fərqli məsələlərdən bizlər biraz Qur'anımızdan uzaq düşmüşük. Qur'anımızı oxumuruq. Amma bəli, təəssüflər olsun. Allah Teala Əl-Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, Ramazan ayı elə bir aydır ki, bu ayda Qur'an nazil olmuş. Unzilə fihil Qur'an. Və insanları düz yola yönəltmək və haqqı batildən ayırmaq üçün bizə bu kitabı, Qur'anı endirmiş. Niyə bu aya Allahın ayı deyilir? İlk öncə Allah öz kəlamını məhz elə bu ayda nazil etmiş. Bir bu səbəb. Və Quran-ı Kərimdə də bu 12 ay içərisində adı çəkilən yeganə ay da elə mübarək Ramazan ayıdır. Və bir